əvəzlik, indi sakitcə qulaq asasını izah edirəm. Əvəzlik əsas nitq hissələrini əvəz edir. Dedik, əsas nitq hissələri hansılar idi? İsim, sifət, say, zərf, feil və əvəzliyin özü. Əsas nitq hissələrinin hər birini, əvəzliyin özü də daxil, əvəz edən nitq hissəsinə əvəzlik deyilir. Dedik ki, əvəzliyin məna növlərindən şəxs əvəzlikləri var idi. Şəxs əvəzlikləri tək və cəm olmaqla üç şəxsdə özünü göstərirdi. Birinci şəxsin təki mən, cəmi biz. Birinci şəxs danışandır, yəni məlumat verəndir, bir hadisə haqqında danışan. İkinci şəxs sən və siz. Bunlar isə dinləyəndir. Artıq birinci şəxs danışır, ikinci şəxs onu dinləyir. Üçüncü şəxs isə o və onlar haqqında danışandır. Şəxs əvəzlikləri kim və nə suallarına cavab verir? Deməli, şəxs əvəzlikləri, incəyirəm. Şəxs əvəzlikləri kim və nə suallarına cavab verdikləri üçün ismi əvəz edir. Yadda saxlayaq. İsmi, yəni adı, isim nə deməkdir? Ad deməkdir. Adı əvəz edir. Adı əvəz edir. Adın yerində işlənmir. Ad bildirmir. Sadəcə adın yerində işlənir. Daha doğrusu adı əvəz edir. Ad bildirmir. Hara sualına şəxs əvəzlikləri dedik, cavab verə bilməz. Amma biz, siz, onlar əvəzlikləri əgər yönlük, yerlik və çıxışlıq hallarında yer, məkan anlayışı bilərsən, sən bizə, sizdə, onlardan. Məsələn, bizə gedək haraya, yəni ev mənasında, yer, məkan mənasında və ya sizdə kitabım qalıb harada, yəni sizin evinizdə və ya onlardan gəlirəm haradan, onlardan, yəni onların evindən. Hə, bu zaman haraya, harada, haradan suallarına cavab verə bilirlər. Amma bu da yəni istisna məqamlardır ki, hara sualına cavab verə bilir. Quruluşca yalnız sadə olurlar. Görürsünüz uşaqlar, mən heç bir şəkilçi yoxdur. Ona görə də yalnız quruluşca sadə olurlar. Hallanırlar. Ümumiyyətlə biz bilirik ki, şəxs əvəzlikləri əvəz etdiyini hissəsinin bütün xüsusiyyətlərini daşıya bilməz. İsmi məsələn, kim nə sualına cavab verdi, hara sualına cavab verə bilmədi. Hallanırlar. Mən, mənim, mənə, məni, məndə, məndən. Amma əsla mənsubiyyətə görə dəyişə bilmirlər. Cəmlənməsi də olmur. İstisna halda bizlər, sizlər olur, amma o da yəni ümumən bütün əvəzliklərə aid deyil, yəni cəmlənə bilmirlər. Aydındır şəxs əvəzlikləri. İndi keçirik işarə əvəzliklərini. İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilir. İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilir. İşarə əvəzlikləri hansıdır? O, bu, elə, belə, həmin. Bəzən həmən də işlədilir. Həmin mənasında da elə həmən sözdə. İşarə əvəzlikləri necə, nə cür, hansı suallarına cavab verə bilir? Necə, nə cür, hansı? Elə hansı sualına cavab verdiyi üçün də bu əsasən sifəti əvəz etmiş sayılırlar. Deməli, biz burada o əvəzliyini gördük. O əvəzliyi şəxs əvəzliyində də var. Elə, buradan belə bir anlayış çıxır ki, əgər kim sualına cavab verirsə, bu zaman şəxs, yəni insan mənasında insan anlayışı ilə bağlıdırsa, hansı sualına cavab verə biləcəksə, işarə əvəzliyidir. Aydınmı? Bir dənə bunu yadınızda saxlayın. İndi gəlin o, bu əvəzliklərindən sonra vergül məsələsini öyrənək. O, bu əvəzliklərindən sonra o, bu əvəzlikləri hansı sualına cavab verə bilər və kim, nə suallarına cavab verə bilər. Hansı sualına cavab verəndə təyin olur, kim, nə suallarına cavab verəndə isə mübtəda olur. Bir dəfəlik bilməlisiniz ki, vergül məsələsi hansı sualına cavab verirsə, əsla vergül qoyula bilməz. Yəni, hansı sualına cavab verirsə, işarə əvəzliyi mənasında işlənir və əsla vergül qoyula bilməz, işarə əvəzliyidir.
Kim nə suallarına cavab verəndə o bu zaman şəxs əvəzliyi olur, bu isə yenə də işarə əvəzliyi olur, dəyişmir. Kim nə sualına cavab verəndə vergül məsələsi artıq ortaya çıxır. Vergül qoyula bilər. Nə zaman? O bu əvəzlikləri şəxs anlayışı, şəxs mənasında işlənərək kim sualına cavab veriblərsə və ya nə sualına cavab verirlərsə, özündən sonra isim gəlsə, say gəlsə, sifət gəlsə, zərf gəlsə qoyulur vergül. Qoyulur. Lakin özündən sonra feil, köməkçi nitq hissələri və əvəzliyin özü gələrsə, bu zaman vergül işarəsi yenə də qoyulmur. Qoyulmur. Aydındır? Deməli, o bu əvəzliklərindən sonra vergül tapmaq üçün nə edirsiniz? Birinci məsələ, birinci yol, görün kim sualına cavab verirmi? Verirsə ikinci yol, elə eləyin ki, özündən sonra bax bu nitq hissələr gəlsin. Bunlar isə gəlməsin. Aydındır? İşarə əvəzliklərindən indi keçək elə belə əvəzlikləri haqqında. Elə belə sözləri cümlədə suala cavab verərsə, işarə əvəzliyidir. Elə belə sözləri hər zaman işarə əvəzliyidir. Lakin elə qız və ya belə uşaq və ya elə danışma, belə oxu. Bu cür məsələlərdə elə belə əvəzlik deyirik. Əvəzlik də, yəni burada məsələ qarışdırmayın. Sadəcə elə belə əvəzlikləri sifətə əvəz edə bilər, zərfə əvəz edə bilər. Görürsünüzmü? Elə qız, elə uşaq özündən sonra isim gəldiyi üçün elə burada əvəz edib sifəti. Özündən sonra feil gəldiyi üçün burada əvəz edir zərfi. Aydındırmı? Necə demişdik, zərf ümumiyyətlə hərəkət ait nitq hissəsidir, sifət əşyaya, ismi ait nitq hissəsidir. Ona görə də bu sifəti əvəz etmək üçün özündən sonra isim gəlməlidir, zərfə əvəz etmək üçün özündən sonra feil gəlməlidir. Bəzən elə belə əvəzlikləri, elələri, belələri deyib mənsubiyyətə görə dəyişib isimin hallarında da iştirak edə bilirlər. Həmin əvəzlik isə sifəti əvəz edir. Bəzən isə sayı da əvəz edir. Məsələn, İncigil 5-ci mərtəbədə yaşayır, biz də həmin mərtəbədə yaşayırıq. Yəni 5-ci mərtəbədə. Həmin 5-cinin əvəz etdiyi məqamlar oldu. İşarə əvəzliyindən sonra gəlirik təyin əvəzlikləri. Təyin əvəzliklər əşyaları ümumi şəkildə müəyyən etmək, göstərmək üçün istifadə edilir. Təyin əvəzliklər hər, öz, bütün, filan və eyni. Bunları əzbər bilməlisən, çünki cümlədə verirlər, deyir hansı əvəzlik iştirak edib. Sən gərək onu biləsən ki, əvəzlikdir, təyin əvəzlikdir, bir altında növünü də tala bilərsənlər. Hər, öz, bütün, filan, eyni. Təyin əvəzliklərdir. Təyin əvəzliklər də necə, nə cür suallarına, hansı sualına cavab verir? Deməli, təyin əvəzliklər də sifəti əvəz edir. Yadınızda saxlayın, 3 əvəzlik, şəxs əvəzlikləri, işarə əvəzlikləri və təyin əvəzliklər quruluşda yalnız sadə olurlar. Necə, nə cür hansı əvəzlik, sifət əvəz edir və sifətin xüsusiyyətlərini daşıyır, əşyaları, yəni isimləri, əşyaları sifət kimi təyin etmək məqsədi ilə işlədilir. Bircə də təyin əvəzlikdən öz əvəzliyi var ki, öz əvəzliyi ismin bəzi xüsusiyyətlərini qəbul edə bilər. Öz əvəzliyi mənsubiyyətə görə dəyişir. Əvvəl mənsubiyyət şəkilçisi qəbul edir. Görə dəyişir. Ondan sonra isə hallana bilir. Bu öz əvəzliyi biz əvvəlcədən də mənsubiyyətə keçəndə də keçmişdik ki, əgər mənsubiyyət bir sözdə deyirdim ki, məsələn, kitabım. Deyirdim ki, bu sözdə mənsubiyyət şəkilçisi olub-olmadığını yoxlamaq üçün ya buna uyğun əvəzliyi artırın, mənim kitabım, ya da görün qarşısına öz artıranda uyğun gəlirmi, öz kitabım. Deməli, orada mənsubiyyət şəkilçisi var. Elə bir qayda öyrətmişdik elə. Bax, bu bununla bağlıdır ki, harada öz əvəzliyi varsa,
Ondan sonra gələn sözdə mütləq mənsubiyyət şəkilçisi olmalıdır. Özdən sonra gələn sözdə mütləq buyur. Eyni axı təyin əvəzlik deyil. Eyni. Hər öz bütün filan eyni, təyin əvəzlikdir. Nətər? Mən axı eyni. Mən hər öz bütün axı hər öz bütün filan eyni qaydadır. Təyin əvəzlik, yorum özünü, əyləş. Əzbərə yetər. Eyni insanlar. Yəni oxşar insanlar. Hansı insanlar? Oxşar sözünü eyni sözü ilə. Yəni məsələn öz əvəzliyindən sonra gələn sözdə mütləq mənsubiyyət şəkilçisi olmalıdır. Məsələn, öz qız. Belə ola bilər. Öz qızın deyə bilərəm amma. Yəni sənin qızın. Və ya öz qızı və ya öz qızım. Artırdığım şəkilçiləri hamısı mənsubiyyət şəkilçisidir. Hə, deyirsiniz, mənim özdən sonra bütün sözlərdənmi? Ya özün özündə mənsubiyyət olar, ya da özdən gələn sözdən sonra mənsubiyyət olmalıdır. Yəni, öz şəkilçisi, öz belə əvəzliyi, təyin əvəzliyi, özündən sonra gələn sözdə mütləq nə tələb edir? Mənsubiyyət şəkilçisi söz tələb edir. Aydındır? Mənsubiyyət şəkilçisi tələb edir. Təyin əvəzliklərdə bunlar oldu. Hər öz bütün filan eyni. Yenə dedik, sifət əvəz etdi. Qurursa yalnız sadə oldu. Əşyaları yumuş şəkildə göstərmək üçün istifadə edilir. İndi keçirik sual əvəzlikləri. Sual əvəzlikləri tərtib belədir. Sual məqsədi ilə işlədilən əvəzliklərdir. Bayaqdan deyirəm, məsələn, təyin əvəzliklər bunlardır, işarə əvəzliklər bunlardır, şəxs əvəzliklər bunlardır. Deyəcəm ki, sual əvəzliklərini say. Sual əvəzlikləri nədir? Hər kəs hamı nitq hissələrini öyrəndiniz. Elə hər bir nitq hissəsinin sualları var idi. Bax, onlar, o suallar, həmin nitq hissəsinə ait deyil, onlar hamısı sual əvəzliyidir. Yəni, kim, nə, hara, bunlar ismin suallarıdır, amma bu sözlər isim deyirlər. Bunlar sual əvəzliklərdir. Başa düşdünüz? Kim, nə, hara sözün, kim sözündəsə hansı nitq hissəsidir? Deməyin ki, isimdə. Bu sual əvəzliyidir, əvəzlikdir. İsmin sualıdır sadəcə. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci, sonra nə tərzdə, nə vaxt, nə zaman, haçan, nə tərzdə, nə vaxt, nə zaman, haçan, sonra haraya, harada, haradan yazmıram bir daha onları, nə dərəcədə, kəmiyyət zərfliyinin sualıdır, nə dərəcədə. Sonra fiilin sualları nə etdi, nə etmək yazıram uşaqlar, başlanğıc forması. Nə etdi, nə edir, nə edəcək, nə etməlidir, nə edəsidir, nə etlə başlayan bütün suallar. Bunlara biz deyirik ki, bunlar nədir? Sual əvəzlikləri. Bunlar sual əvəzlikləri. Məsələn, sən nə etmək istəyirsən? Burada sual əvəzliyi feil əvəzidir. Belə, sən kimin qızısan? Bu da kimin sual əvəzidir, ismi əvəzidir. Belə, sən hansı məktəbdə oxuyursan? Sual əvəzliyi hansıdır? Sifət əvəzidir. Belə, sual əvəzlikləri bütün əvəzlikləri əvəzidir. Bütün əvəzliyin özündə əvəzidir. Bütün nitq hissələrində əvəzidir. Bütün əvəzliklər yox uşaqlar. Əvəzliyin özünü də əvəzidir. Məsələn, şəxs əvəzlikləri. Mən gəldim, kim gəldi? O gəldi, kim gəldi? Onu kim ilə əvəz edilir? Bütün nitq hissələrini əvəz edir, hətta əvəzliyin özü də. Sual əvəzlikləri artıq quruluşda sadə ola bilər, düzəltmə ola bilər və mürəkkəb ola bilər. Bir kim, məsələn, nə, hara, necə, hansı, neçə, bunlar sadədirlər, məlum məsələdir. Elə bircə dənə düzəltmə sual əvəzliyimiz var. Cəmi cümü bircə dənəsi. Neçənci, orada da
inci şəkilçisidir. Bircə dənə düzəltmədir. Yerdə qalanlar da artıq iki sözün birləşməsindən haraya da sadədir. İki sözün birləşməsindən yarandığı üçün nə tərzdə, nə qədər, nə cür, nə vaxt, nə zaman, nə dərəcədə haçanı sadədir. Bunlar hamısı olurlar artıq mürəkkəb. Aydındır. Belə deyir ki, sual vəzirləri özləri də suala cavab verirlər. Kim, hara deyə bilməzdirlər. Aysa, sual vəzirləri əvəzliyin özü daxil bütün hissələrini əvəzlikdir. Quruşca, sadə, düzəltmə mürəkkəb olur. Bir dənə düzəltməsi var. Getdik. Sual vəzirləri sayın deyəndə saya biləcəksiniz də. Yəni, mən sizə desəm ki, neçənci sözün hansı nitq hissəsidir? Deməyin ki, say. Sayın sualıdır. Nitq hissəsini soruşuram. Məsələn, necə deyirəm ki, kitab hansı nitq hissəsi deyirsiniz, isim. Neçənci sözünə deməlisiniz ki, əvəzlikdir. Aydındır? 16 sualda deyəcəyik. Yox, ehtiyac yoxdur. Nitq hissələrini sualları deyib də keçə bilərsən. Əsas odur ki, bil. Yox, nəyini öyrənəcəksən? İsmin sualını sayacaqsan, sonra sifətin, sonra səhətin, ardında sualları sayacaqsan, olacaq sual əvəzlikdə. Bu, yəni, öyrəniləcək bir şey deyil. Bunu bilirsiniz. Əvvəlləri oxuyursunuz, buna hazır olursunuz. Keçdik qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən şəxsi bildirmək üçün istifadə edilir. Müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklər artıq bir var nisbətən dəqiqlik olur da, mən. Bir də var qeyri-müəyyən, hamı, hər kəs, heç kim, heç kəs, hər şey, hərə. Aydındır. Qeyri-müəyyən əvəzlikləri öyrənəcəksiniz. Bütün əvəzlikləri. Hamı, hər kəs, hər şey, sonra hərə, biri, birisi. Nə qədər olar? Yox, o nə qədər bayaq sualı vəziyirdi axı. Kimsə, nəsə, sonra kim isə, nə isə, bəzi, bəziləri, sonra... Hərdən olurmu? Hərdən. Yox, hərdən zərfdir. Hamı, hərə, hər kəs, hər şey, hər nə. Nə? Hər nə və s. Bunlara biz deyirik ki, bunlar qeyri-müəyyən əvəzliklərdir. Elə qeyri-müəyyən əvəzliklər ismi əvəz edir. İsmi əvəz edir. Çünki ismin suallarına cavab verir. Kimlə suallarına cavab verir. Hamı, hər kəs, hər şey, hərə kim. Bir dənə burada bəzi əvəzliyi var ki, bax, o necə yazır, hansı sualına cavab verdiyi üçün bəzi insanlar, məsələn, hansı insanlar bəzi, bir dənə o sifət əvəz edir. Amma bunlar hamısı ümumilikdə ismi əvəz edirlər. Qeyri-müəyyən əvəzliklər quruluşca həm sadə, həm düzəltmə filankəs də var. Həm də mürəkkəb ola bilər. Məsələn, hamı sadədir, amma biri, məsələn, birisi düzəltmədir. Artıq kim isə, nə isə mürəkkəb sayılır. Məsələn, bəzi əvəzliyi sadədir, bəziləri sadədir. Artıq hər nə, hər şey, filan kəs, bunlar mürəkkəb əvəzliyi hesab edilir. Dedik ki, əvəzlik, sual və qeyri-müəyyən əvəzliklər quruluşca mürəkkəb olur. Mürəkkəb əvəzliklərə şəkilçi artırsa olur. Artırma da mürəkkəbdir. Nə şəkilçi artırmaq istəyirsən? Məsələn, dən. Hər kəsdən olar. Niyə artırma olmur? Fərq etməz. Mürəkkəbə nə artırırsan artıq? Yenə də mürəkkəb. Amma dəyişimlik hissəsi. Yox. Leksik artırmırsan artıq. Qrammatik artıranda nitq hissəsi dəyişmir. Əvəzlik ki, əvəzlik. Əvəzlikdir. Ancaq leksik artıranda əvəzliklərə dəyişə bilər. Məsələn, kim? Sual əvəzliyidir. Amma kimlik olur artıq isim. Mən şəxs əvəzliyidir. Mənlik olur isim. Və ya mən şəxs əvəzliyidir. Mənimsəmək olur artıq feil. Ancaq leksik şəkilçi artıranda dəyişə bilər. Yox, qrammatik şəkilçi artırsaq nitq hissəsi dəyişsin.
Bir dənə qeyri-müəyyən əvəzli ismi aid xüsusiyyətləri qəbul edir. Yadınızda saxlayın. Bu kim isə nə isə yazılanlar hallanmır. Hallanmır, mənsubiyyətə görə dəyişmir. Mənsubiyyətə görə dəyişmir. Bir də hamı, hərə, bəzi əvəzlikləri. Bunlar mənsubiyyətə görə yalnız cəmdə dəyişir. Mənsubiyyətə görə yalnız cəmdə dəyişir. Bunu da öyrənərsiniz. Yəni, mənim hamım deyə bilmərik, amma bizim hamımız deyə bilərik. Sənin hərən, mənim hərəm deyə bilmərik, amma bizim hərəmiz, məsələn, bizim hərəmiz 5 manat qoyduq. Bizim hərəmiz deyə bilərik. Mənim bəzin, sənin bəzin deyib təkdə dəyişə bilmirəm mənsubiyyətə görə. Amma bizim bəzimiz, sizin bəziniz, bəziləriniz deyə bilirəm, elə? Ancaq cəmdə, bu üçün ancaq mənsubiyyətə görə cəmdə dəyişir.